Kadrlardan gördüyünüz bu mədəniyyət idarəsindən ötən il süjet çəksək də görünən odur ki, köhnə hamam köhnə tasdır. Söhbət Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evindən gedir. Binanın indiki halı sanki xarabalığı xatırladır. Divarlar uçulub, qapı pəncərələr sınıb, hər tərəf baxımsızlıqdan dağılmış vəziyyətdədir. Ən dəhşətlisi odur ki, binada elektrik naqilləri açıq şəkildə pilləkən qəfəslərinə çəkilib. Bu isə istənilən an yanğın və faciə ilə nəticələnə biləcək ciddi təhlükə yaradır. Ətrafda zibil yığınları, ot basmış sahələr və dağılmış tikinti qalıqları göz oxşamaq əvəzinə insanı narahat edir. Görünən odur ki, illərdir bu obyektə nə bir əl dəyib, nə də məsul qurumlar buraya baş çəkib. Ərazi Abşeron Xızı Regional Mədəniyyət İdarəsinin balansında olsa da, vəziyyətə baxanda sanki heç bir nəzarət, təmizlik və ya bərpa işi aparılmır. İnşaatçılar qəsəbəsi sakinləri bildirirlər ki, bir vaxtlar burada tədbirlər keçirilir, uşaqlar üçün dərnəklər fəaliyyət göstərirdi. İndi isə bina nəinki fəaliyyət göstərmir, əksinə həm estetik, həm də təhlükəsizlik baxımından utanc verici hala düşüb. Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yerləşən mədəniyyət evi baxımsız vəziyyətdədir. Bura sanki xarabalığa çevrilib. Gördüyünüz kimi elektrik naqilləri isə pilləkən qəfəslərinə quraşdırılıb. Bu da böyük təhlükə mənbəyidir. Aidiyyatı qurumlar isə suallarımıza necə cavab verəcək, onu aydınlaşdırmağa çalışacağıq. Sökülənlər, sökən, dağılan, tökülən, qalan qalıb da elə kökəndən sonra. Baxımsız olanda elə olmalıdır da ancaq. Ümumiyyətlə, kim baxmalıdır bura sizcə? Valla mən onu deyəmmərəm. Mədəniyyət kiminsə ərzində da bura, onlar bura baxırlar. O Sumqayıt arasından, mədəniyyət işçilərdimi, bu hara təkimdir, hansı da quruma aiddir, onu deyəmmərəm dəqiq. Sakinlərin haqlı sualı var. Mədəniyyətin simvolu sayılan bir yerin bu qədər baxımsız qalmasına kim cavabdehdir? Dövlətin vəsaiti ilə tikilmiş, cəmiyyət üçün nəzərdə tutulan belə bir məkanın bu hala salınması təkcə laqeydlik deyil. Bu, mədəniyyətə və ictimai məsuliyyətə qarşı açıq hörmətsizlikdir. İndi hamı bir cavab gözləyir. Bu binaya nə vaxtsa yenidən mədəniyyət ocağı kimi baxılacaqmı? Yoxsa Sumqayıtın mədəni irsi bir binanın uçulmuş divarları altında itib batacaq? Məsələ ilə bağlı Abşeron Xızı Regional Mədəniyyət İdarəsinə rəsmi sorğu göndərdik. Lakin idarənin təqdim etdiyi cavab mövzudan tamamilə uzaq olub və problemin mahiyyətinə toxunulmayıb. Əminik ki, aidiyyatı qurum tədbir görəcək, mövzuya yenidən qayıdacağıq. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.